Salam əziz şagirdlər. Bu dərsimizdə biz bugün keçirilən Hilal kurslarının keçirdiyi, təşkil etdiyi mövzu sınaq 6-nın deməli tarix suallarının doğru cavablarına və izahına inşallah hazırlayacağıq. Ümid edirəm ki, hər biriniz üçün faydalı olacaq. Diqqətlə dinləməyə başlaya bilərsiniz. Deməli, 76-cı sualdan başlayaq. Burada mətn sualıdır. 1826-cı ildə Qacarlar dövlətinin Şimali Azərbaycana hücumu başlandı, bilirsiniz. Bu 2-ci Rus-Qacar müharibəsi başladı. Və bilirsiniz ki, öncə Rus qoşunları əksər Azərbaycan şəhərlərindən çıxarıldı. Çünki üstünlük Qacarlardaydı. Daha sonra hərbi əməliyyatlar zamanı yol verilən səhvlər və Rusların Qafqaz əlavə qüvvələr yeritməsi vəziyyəti dəyişdi. İndi deyir ki, sual belədir ki, verilən hadisələr nəticəsində nələr oldu, nə baş verdi? Biz də bilməliyik ki, öyrəndiyimiz materiallardan bilməliyik ki, nəticədə nə oldu? Deməli, Qacarlar geri çəkilir, Ruslar hücuma keçir. Deməli, qaytarılan şəhərlər təzədən Rusların əlinə keçir. Daha sonra 1827-ci ildə Naxçıvan, İrəvan xanlıqları işğal edilir. Sonra Ruslar Araz çayını keçərək bəzi cənub şəhərlərimizi işğal edirlər. Ona görə də burada doğru cavab Y-dir. Burada ən təhlükəli cavab D-dir. Digərlərini zaten izah eləməyə ehtiyac yoxdur. Burada təhlükəli cavab D-dir. Osmanlı ilə həmsərhəd dövlətə çevrildi. Ola bilər kimsə düşünər ki, Naxçıvan, İrəvanı tutmaqla sərhəd yarandı onlarda, iki dövlət arasında. Amma biz bundan ötürü əfşarlar mövzusundakı əfşarların xəritəsinə baxsanız, orada görərsiniz ki, Osmanlı ilə Rusiya zaten həmsərhəd idi. Ona görə də o xəritədən də anlamaq olur ki, yəni bu müharibəyə qədər artıq Osmanlı ilə Rusiya arasında sərhəd var idi. 77-ci suala gəlirik. 20-ci əsrin 20-ci illəri və 21-ci əsrin 20-ci illərinə aid deməli Azərbaycan tarixi üçün xarakterik hesab edilə bilməz. Yəni oxşarlıqları yox, oxşar olmayan səhv olan ifadəni seçməliyik bu iki dövrə uyğun. Biz bilirik ki, hər iki bu dövrdə respublika şəklində idarə olunurduq. Ərazi bütövlüyümüz uğrunda mübarizə aparılıb. Sonra torpaqlarımız terrorçu erməni dəstələrindən təmizlənib. Hər iki dövrdə də və ölkə daxilində sabitliyi pozan qüvvələri zərərləşdirilib. Əlbəttə, burada cavab C-dir. Bəli, ermənilərin ərazi iddialarına hələ də son qoyulmayıb. Bilirsiniz ki, hələ də Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmayıb və bu imzalanmayana qədər təbii ki, erməni tərəf öz iddialarından əl çəkmiş sayılmır. Zaten 20-ci əsrin 20-ci illərində də iddialarına son qoyulmayıb. Ona görə də burada doğru cavab C-dir. 78-ci suala gəlirik. Həsən Padşahın iqtisadi siyasəti ilə Fəzlullah Rəşdəddinin həyata keçirdiyi iqtisadi siyasətin oxşar xüsusiyyəti nədir? Hər halda iqtisadi siyasətdə hər iki dövlətdə məqsəd nə idi? Kənd təsərrüfatının inkişafını təmin etmək və əhalinin həyat səviyyəsini etmək, yüksəlməsinə xidmət etmək. Ona görə də doğru cavab B-dir. 79-cu sualda deyir ki, Manna dövləti ilə eyni dövrdə mövcud olmamış dövlət, təbii ki, bu Parfiyadır. Digər dövlətlər, bilirsiniz ki, Manna xəritəsinə baxsaz, görərsiniz ki, misal üçün, deyəlim, bu Manna xəritəsidirsə, görəcəksiniz ki, deyəlim, bu Mannadırsa, Midiya burada yerləşir, Aşşur və Babilistan burada yerləşir, Urartu burada yerləşir, İskitlər, onlar da burada yerləşir. Yəni, nəticə etibarilə bu dövlətimizin çevrəsində olan dövlətlərdir, amma Parfiya yox. Deməli, Şirvanşahlar dövləti 12-ci əsrdə, burada fikir verməliyik, 12-ci əsr, Şirvanşahlar dövləti 9-16-cı əsrlərdə mövcud olub. Biz 12-ci əsr istəyir bizdən. Əlbəttə ki, 12-ci əsrdə Eldəncilərdən asılı hallı olmuşdu. Digər cavabları təhlil eləsək, Ağqoni dövləti ilə müttəfiq idi 15-ci əsrdə və 16-cı əsrin əvvəllərində. Səfəvilərə qarşı mübarizə aparmışdı yenə 15-16-cı əsrdə, belə götürmək olar, 15-16-cı əsrlərdə. Osmanlı hücumuna məruz qalmışdı, belə bir şey yoxdur. 12-ci əsrdə Osmanlı dövləti yox idi zaten. Osmanlı dövləti
bizim kitabımızda qarşımıza çıxır ilk dəfə 15-ci əsrdə. Bunlar da çıxırıq və bütün Azərbaycanı 12-ci əsrdə əhatə edə bilməz. 12-ci əsrdə Azərbaycanı əhatə edən dövlət elə Eldənizlər dövlətidir. Davam eləyək. 81-ci sual biraz qarışıq sualdır. Burada deməli şərtdə deyir ki, Şimali Azərbaycanın çar hakimiyyəti altında olduğu dövr. Buna fikir verməliyik və avtomatik burada Koroğlunu çıxırıq. Çünki bu Sovet dövründə yazılmış bir əsərdir. Bu opera Üzeyir Hacıbəylidən biz bunu bilirik. Sonra Milli Teatrın əsasının qoyulması, bunu da çıxırıq. Çünki bu da 19-cu əsrin ikinci yarısıdır. 19-cu əsrin ikinci yarısıdır. Gülüstan müqaviləsində çıxırıq. Çünki bu əsarət dövrü deyil. Gülüstan müqaviləsi imzalandıqdan sonra əsarət müstəmləkə dövrü başlayır. Bu da olmaz. Bu zaten burada iki cavab qalır. Qondarma erməni vilayətinin yaradılması bilirsiniz ki, Türkmənçaydan sonra olub. Deməli, bu 19-cu əsrin birinci yarısıdır, 1828. A olmalıdır 3. Bəli. Təbii ki, B də olmalıdır. Bir, opera teatr binasının, opera teatrının binasının tikilməsi. O da Üzeyir Hacıbəyli mövzusunda qeyd olunur ki, operamız yaradılandan sonra 1908-ci ildə az sonra opera binası da tikilmişdi. Deməli, B1 olmalıdır və Y cavabı burada doğru cavabdır. 82-ci suala gəlirik. Nadir Şah Əfşarın hakimiyyət dövrünə aiddir. Deməli, dövlət idarəsində qızılbaş tayfalarının önəmli yer tutması əlbəttə ki, çünki elə Əfşarlar özü qızılbaşdır və eyni zamanda bu dövlət qızılbaşlar dövləti sayılır. Şəki xan Hacı Çələbinin Gürcü Çarı II İraqlı ilə mübarizə aparması üçün, Azərbaycanın hücumunu qarşısını alması üçün Nadir Şah ölməlidir. Yəni parçalanandan sonra baş verməlidir. Ona görə bunu götürmək olmaz. Əfşarlar dövlətinə, deməli Azərbaycan Əfşarlar dövlətinin əyalətinə çevrilməsi, bu da doğrudur. Bizim mövzumuzda deyilir ki, yenə o deməli öz ərazisini şah olandan sonra böyük vilayətlərə böldü və bizim Əfşarlar xəritəsində diqqətlə baxsanız, Azərbaycan əyaləti kimi görsənir orada. Azərbaycan, Xorasan əyaləti var orada, ayrı-ayrılıqda qeyd olunub xəritədə. Ona görə bunu götürürük. 4-ü götürmürük ona görə ki, İslam dini daxilindəki çəkişmələrə son qoymaq istəyirdi, amma son qoyulması düzgün deyil. Və 5-i də götürürük. Niyə? Çünki şimalda vilayət başçısı söhbət Məlik Nəcəfdən gedir. Məlik Nəcəfə qarşı üsyan olmuşdu, Hacı Çələbinin üsyanı olmuşdu. Bəli, bu zaman Nadir Şah hakimiyyətdə idimi? Bəli. Ona görə 1-3-5 A cavabı doğru cavab. 83-cü suala baxırıq. Uyğunluq müəyyən edin. Burada Azərbaycan SSR mötərizədəki nəzərə almalısınız. Yəni burada 90-cı illər təhlükəlidir. Çünki Azərbaycan SSR 90-cı illər deyirsə, Xocalı və Laçın işğal edilməsini götürə bilməzsiniz. Çünki bu 92-ci ildir. Bu nə deməkdir? Bu deməkdir ki, artıq Azərbaycan Respublikasına aiddir. Amma burada Azərbaycan SSR istəyir. Sonra Azərbaycan xalqının SSR-nin ərazi bütövlüyünə mübarizə qalxması, xeyr, belə bir şey yoxdur. Bu ola bilər 2-ci Dünya müharibəsində, bəli, SSR-nin ərazi bütövlüyünə mübarizə qalxmışdı o vaxtda da Azərbaycan xalqı, onu saymaq olar, amma 40-cı illərdə o olmaz. Sonra Heydər Əliyev tərəfindən idarə olması, bəli. Məsələn, Heydər Əliyev bilirik ki, Heydər Əliyev neçənci illərdə hakimiyyətdə olub Azərbaycan SSR-də 1969-dan 1982-ci ilə qədər, görürsünüz, 80, 81, 82-ci illərdə, 80-ci illərdə Azərbaycan SSR-nin rəhbəri olub idarə edilir. Yəni ona görə 1C olmalıdır. 1C olmalıdır və qalır o birisini tapmaq. Deməli, Azərbaycanlıların Qarabağdan deportasiya başlanması, xeyr. Azərbaycanlıların deportasiyası Ermənistan SSR-dən olub 80-ci illərdə. Bunu da çıxırıq. Və 20 yanvar faciəsi, bəli, bu da 2Y 1990-cı ildə olub. Onda da Azərbaycan SSR idimi? Bəli. Ona görə 1C, 2Y, Y cavabı doğru cavabdır burada. Y cavabı doğru cavabdır. 84-cü sual. 20-ci əsrin əvvəllərində Azərbaycanın cənubundan, fərqli olaraq şimalında xanlıqlar öz müstəqilliğini qoruyurdu. Xeyr, xanlıqlar artıq yox idi heç bir yerdə. Bütün xanlıqlarımız 19-cu əsrdə artıq süqut eləmişdi. Bolşeviklər tərəfindən Sovet İttifaqının qurulması. Sovet İttifaqı Moskvada qurulub. Yəni Azərbaycanın şimalında yox. Azərbaycan özü ora daxil edilib, Azərbaycan SSR olaraq.
Sonra monarxiyanı məhdudlaşdırma uğrunda mübarizənin aparılması. Bu hər iki Azərbaycanda baş verib. Həm şimalda, həm cənubda mübarizə aparılıb. Səttarxan mövzusunu yadınıza salın. Və əhali ana dilinin sıxışdırılmasına etiraz edirdi. Xalqın milli maraqlarını müdafiə edirdi. Bəli, bu da hər iki tərəfdə baş vermiş hadisədir. Oxşarlıq kimi götürmək olar. Və qalır burada fərq nədir? Bəli. Cənubdan fərqli olaraq şimalda xalqın azadlıq mübarizəsi qalib gəlməsi nəticəsində müstəqil cümhuriyyət qurulmuşdu. Yəni Azərbaycan Xalq Cümhuriyyəti yaranmışdı. O Tiflisdə elan olunmasına siz baxmayın burada. Nəticə etibarilə Şimali Azərbaycanda bir dövlət qurulubmu? Bəli. O dövlətimiz hansı dövlətdir? Müstəqil bir cümhuriyyətdir, AXC adlanan. Cənubda təbii ki, belə bir şey yoxdur. Ona görə cavab yedi. Deməli 85-ci suala gəldik. 85-ci sualda deyir ki, xəritə sualıdır. Hansı ifadə xəritədə rəqəmlərlə göstərilmiş dövlətlərdən heç birinə aid deyil? Bu xəritə Ağqoyunluq dövlətinin xəritəsidir. 1 Ağqoyunluğun ərazisidir, 2 Şirvanşahların ərazisidir. Görürsünüz Kürdən şimal. 3 də Osmanlı dövlətidir. Bura Mərkəzi Asiyadır, bura Kiçik Asiyadır bilirsiniz. Və ona görə diqqətli olmalısınız. Burada cavab A-dır. Əslində çətin sual deyil. Niyə? Çünki baxın Mərkəzi Asiya buradır. Ona görə də bu üç dövlətin hansı Mərkəzi Asiyada yarana bilər? Heç biri. Amma ki, digərlərini də təhlil eləyək. Oğuz türklərinin qurduğu dövlət olması, Osmanlı və Ağqoyunlu, bu getdi. Xilafətin zəifləməsi nəticəsində yaranıb Şirvanşahlar, o da ona aiddir. Təbrizin paytaxt şəhəri olması zaten Ağqoyunlunun paytaxtıdır. Və Misir Məmlük dövləti ilə qonşu olmaq, bax bu yaşıl olan ərazi Misir Məmlük dövlətidir. Görürsünüz, Osmanlı da həmsərhəddir, Ağqoyunlu da həmsərhəddir. Bunu da çıxmalıyıq. Gəlirik 86-cı suala. Boşluqların yerini xronoloji ardıcılığı tamamlayan müvafiq hadisələri qeyd edin. Hülakülər dövlətinin yaranmasından sonra və Ağqoyunlu dövlətindən əvvəl olan hadisəni seçməlisiniz. 2-də, 4-də də Ağqoyunlunun tarixindən sonraki hadisəni seçməlisiniz. Burada avtomatik Qızıl Arslan və Böyük Səlcuqlunu çıxırıq. Çünki bunlar 11-12-ci əsrdə olub, hülakülərdən əvvəl olub. Və ona görə 2-yə götürməliyik Marağa rəsədxanasını. 4-də də götürməliyik Çaldıran döyüşünü. Ona görə də cavab A-dır. 2D, 4B. 87-ci suala baxırıq. Əsrin müqaviləsinə aiddir. Azərbaycan neft sənayesinin əsasını qoymuşduq qətiyyən. Neft sənayesi əvvəlcədən var. 19-cu əsrdən etibarən Azərbaycanda neft sənayesi var. 2-ci Dünya müharibəsi illərində də siz bunu görürsünüz. Ona görə də bunu çıxırıq. Bakı dünyanın neft istehsal mərkəzinə çevrilə bilməz. Dünya neft istehsal mərkəzləri, yəni neft istehsal edən ölkələri, Azərbaycanın da daha çox böyük ölkələr var. Məntiqsiz olur. Amma bu digər cavablar əsr müqaviləsinə aiddir. Yəni bunu bir oxumaya ehtiyac yoxdur. İri neft şirkətləri arasında imzalanıb, sabitliyi və siyasi sabitliyə də, iqtisadi inkişafa da zəmanət verib. Heydər Əlvində dövründə imzalanıb, ona görə 3, 4, 5, 7 cavabı. 88-ci sual. Deməli, burada sxema uyğun doğru cavab tapmalıyıq. Deməli, hökümdarı Şeyx İbrahim Cahanşah asıl hala düşmüşdü. Biz bilirik ki, Cahanşahdan yox, Qarayüzdən asıl hala düşüb. Bu cümlə ümumiyyətlə yanlışdır. Burada Albaniyaya aid ümumiyyətlə heç bir ifadə yoxdur. Sonra Atabəylər dövlətinə aid ifadə yenə yoxdur. Hülakülər dövlətinə aid, burada deyə bilərsiniz Təbriz, amma Atabəylərin ilk paytaxtı bilirsiniz ki, Naxçıvan olub. Hülakülər Təbriz paytaxtı olub, amma bəylərbəyliyə bölünmürdü. Şirvanşahlar, bu Şirvanşahlara dediyimiz kimi aid deyil, çünki cümlə yanlışdır. Görürsünüz, burada xilafətin zəifləməsi nəticəsində yaranıb Şirvanşahlar. Amma Şeyx İbrahim Cahanşaha yox, Qara Yusifə məğlub olub, ona görə bu da səhvdir. Və doğru cavab 7. Niyə? Çünki Çuxursət bəylərbəyliyi var idi mi? Var idi. Bəylərbəyliklərə bölünən dövlətimiz zaten Səfəvilərdir. İlk paytaxtı da Təbriz şəhəri idi. Cavab Y. Gəldik 89-cu suala. Deməli, burada deyir ki, sxema uyğun
gələn cavabı müəyyən edin. Görürsünüz, sxemdə Təbriz deyir, amma orta əsrlərdə deyir. Diqqətli olmalıyıq. Baxın, aşağıdan yuxarı gedirəm. İlk dəfə Oğuz türkləri tərəfindən paytaxt şəhərə çevrilməsi xeyr. Təbrizi ilk dəfə Rəvvadilər paytaxt edib. O da Oğuz dövləti deyil. Sonra Səfəvi dini təşkilatının əsası qoyulması Ərdəbildə olub. Qacar dövləti bu artıq yeni dövrdür. Xanlıqlarımızın birin mərkəzi olması yeni dövrdür. Bizdən orta əsr istəyir. Bunların hamısını çıxanda nə qalır zaten? A qalır. Bəli, kitabımızda da qeyd edildiyi kimi Təbriz şəhəri əsası eradan əvvəl 7-ci əsrdə qoyulsa da onun inkişaf dövrü Ərəb xilafəti dövründən başlayır. Ona görə də biz A-nı götürməliyik. Gəlirik 90-cı suala. Hadisə nəticə əlaqələrinin gözlənilmədiyi bəndi müəyyən edin. Şərur, Dərələyəz və Qərbi Zəngəzurun Ermənistan SSR-yə verilməsi nəticəsində Naxçıvan Azərbaycanın ayrı salındımı? Bəli. 1918-ci il Mars soyqırımının baş verməsi nəticəsində Azərbaycanın müstəqillik uğrunda mübarizə gücləndimi? Bəli. Və nəticədə AXC yarandı. C. SSR-nin rəsmən varlığına son qoyulması nəticəsində Azərbaycan Respublikası öz müstəqilliyi elan etdi. Xeyr. Biz bilirik ki, bu doğru cavabdır. Gözlənilməyib burada. Biz bilməliyik ki, xatırlayaq, oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyi elan edilir. Daha sonra deyir ki, həmən ilin sonunda rəsmən SSR dağılır, sonra da səsvermə keçirilir. Ona görə də burada yerlər dəyişikdir. Yəni Azərbaycan Respublikasının elan edilməsi SSR-in dağılmasından əvvəl olub. Ona görə də səhvdir bu cümlə. Bu hadisə nəticə əlaqəsi səhvdir. Digərində də problem yoxdur. Bəli, Avropa ölkələri arasında ziddiyyətlərin artması 1-ci Dünya müharibəsinin başlamasına səbəb oldu mu? Bəli. Və 1920-ci ildə Qarabağda ermənilərin qiyam qaldırılması nəticəsində Əsgəran döyüşü xatırlayırıq. Milli ordumuz Qarabağda hakimiyyətini bərpa etdi. Gəlirik 91-ci suala. 1993-cü ildə Azərbaycanın çətin vəziyyətdən çıxması əlaqəlidir. Əlbəttə ki, Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıtması ilə məncə çətin sual deyil. Və gəlirik 92-ci suala. Bu da çətin deyil, bildiyimiz bir şeydir. Ərəb xilafətinin hakimiyyət dövründə Azərbaycanda əhali xilafət xəzinəsinə vergi ödəyirdi. Digər ifadələrə baxma məncə ehtiyac yoxdur. Səlcuqun burada nə işi var? İlk müstəqil dövlətimiz ondan əvvəl yaranıb. Yerli hökmdarlı hakimiyyət dövrü başladı. Xeyr, zaten o dövrdə Albaniya süquta uğrayır. Və Babək də zaten dövlət qurmayıb. Bu da yanlışdır. 93 Azərbaycan Xalq Cümhuriyyəti dövründə baş vermiş hansı hadisə digərlərindən daha əvvəl olmuşdur? Deməli, söhbət burada nədir? Cümhuriyyətdən gedir. Cümhuriyyət dövründə əvvəl olan hadisəni seçməliyik. Ona görə də birinci növbədə Mart soyqırımını buradan çıxırıq. Çünki bu Cümhuriyyət dövrü deyil. Sonra biz baxırıq burada hadisələrə. Parlament Bakıda fəaliyyət göstərməsi, üçrəngli bayraq noyabrda və Xalq Cümhuriyyətinin Sovet Rusiya hücumuna məruz qalmaq, zaten bu 1920-ci ildir. Bunlar 18-ci ildir. Bu da 18-ci ildir. Amma biz bunu da çıxırıq. Niyə? Çünki 20-dir. Və bu üçü arasında qalanda niyə bəs biz burada Y cavabını seçməliyik? Çünki bu Y-də nə deyir? Bakı Soveti AXC qüvvələrinə qarşı hücumunun qarşısına alınması. Biz bilirik ki, müqavilə imzalanandan sonra yəni məqsəd nə idi? Bakını geri qaytarmaq və Osmanlı ilə AXC arasında müqavilənin imzalandığını görən Bakı Soveti AXC qüvvələrinin üzərinə hücuma keçir və deyir o hücumun qarşısı alınır. Sonra da Bakı yaxınlığında döyüş olur. Nuru Paşanın başçılığı ilə sonra Bakı düşmənlərdən təmizlənir və paytaxt Bakıya köçür. Ondan sonra parlament Bakıda fəaliyyətə başlayır. Yəni parlamentin Bakıda fəaliyyətə başlaması üçün Bakı azad edilməlidir məntiqlə və zaten də bayrağımız, üçrəngli bayrağımız noyabrda qəbul edilib. Ona görə də Y cavabını götürməliyik. 94-cü sual çətin sual deyil, çox asandır. Bu da monarxi idarə üsuluna malik dövlət deyil. Əlbəttə ki, Xalq Cümhuriyyəti çünki respublikadır. Cümhuriyyət yazılıb zaten. Və gəlirik 95-ci suala. Burada deyir ki, Eyler-Venn diaqramına uyğun dövlətləri müqayisə edin. 1 BD, yəni BD nə yazılıb? Bizans dövləti ilə həmsərhəd olmalıdır və yəni birinci dövlət, burada yazılan birinci dövlət 1 Bizans dövləti ilə həmsərhəd olmalıdır və bir də
şərqdə Sırdərya çayına qədər uzanmalıdır. Biz xəritələrin hamısını diqqətlə analiz etməliyik dediyimiz kimi və Səlcuqluların xəritəsinə baxsaz görərsiniz ki, Əmudərya və Sırdərya çayına qədər uzanırdı, həm də Bizansdan həmsərhəd idi. Deməli D və B bu Böyük Səlcuq dövlətinə aid olmalıdır. 2Y olmalıdır. Osmanlı ilə toqquşmaların baş verməsi bu biləcək ki, Səfəvilər dövlətidir. Baxın biz burada Böyük Səlcuqlunu götürək. Bir də burada bunu götürək. Amma deyə bilərsiniz ki, Səfəvi dövləti də, Bayandurlu da Osmanlı ilə toqquşub, bəli. Qalır burada ortaq xüsusiyyətə AC, Kiçik Asiyada bir sıra əraziləri idarə edirdi. Yenə hər ikisinə aid olur. Paytaxtlardan biri İsfahan olmuşdu. Bax, məsələni çözən C cavabıdır. Əlbəttə ki, Ağqoyunlu'nun bir dənə paytaxtı olub, o da Təbriz. Amma İsfahan bilirsiniz ki, Səfəvilərin də, Səlcuqların da paytaxtı olub. Ona görə burada cavab B-dir. 96-cı sual. Qarabağ xanlığı İrəvan xanlığına fərqli olaraq 19-cu yüzillikdə Rusiya tərəfindən ilk işğal olunan xanlıq idi. Gəncə xanlığı heç birinə aid deyil. Şimal xanlığı torpaqlarımızda yaranıb, hər ikisinə aiddir. Rusiya işğalına məruz qalıb, hər ikisinə aiddir. Müqavilə bağlayaraq Rusiya hakimiyyəti altından keçib, bəli, bu Qarabağa aiddir. Bildiyiniz kimi digər xanlıqlarımızdan fərqli olaraq, elə buradakı İrəvandan fərqli olaraq kürəkçay müqaviləsi imzalayaraq Rusiya hakimiyyəti altına düşmüşdü. 19-cu əsrdə Azərbaycan xanlıqlarını vahid dövlətə birləşdirməyə çalışırdı. 19-cu əsrdə artıq heç bir xanlıq Azərbaycanı birləşdirməyə çalışmırdı. Bu 18-ci əsrdə olmuş bir şeydir. Çünki 19-cu əsrdə Rusiya Azərbaycanı işğal etməyə çalışırdı və bütün xanlıqlarımızın əsas vəzifəsi elə öz varlığını qoruyub saxlamaq idi. 97-ci suala baxırıq. Artıq açıq suallara gəlirik. Doğru ifadələri müəyyən edin. Burada deməli bir çox şagird bu sualı bilirəm ki, səhv yazıb. Biri götürməyib, amma biri götürmək lazımdır. Bəli, biz Nizami Gəncəvini şair kimi tanıyırıq. Ədəbiyyat sahəsində çalışan mədəniyyət xadimi kimi tanıyırıq. Amma kitabımızı oxusaq, bir daha təkrarlasaq, görərdik ki, orada daha diqqətli olsaq, görərdik ki, Nizami Gəncəvi bir çox elmlərlə məşğul olub, o cümlədən astronomiya elmi ilə də məşğul olmuşdu. 2 yanlışdır ona görə ki, Leyli və Məcnun musiqili komediya deyil, operadır. Sonra Kitab Dədə Qorqud dastanının nüsxəsi Almaniyanın Drezde şəhərində saxlanılır biri, bəli. Şimali Azərbaycanda Milli Teatr 20-ci əsr yox, birinci yarısında özdə. 1-ci əsr yox, 19-cu əsrin birinci yarısında, ikinci yarısında yaranıb, üzr istəyirəm. Və bu da səhvdir. 5 Qüdsi təxəllüsü ilə şeir yazan kimdir? Bakıxanovdur. Ona görə də cavab 1-3 5 olmalıdır. 98-ci suala gəlirəm. Heydər Əliyevin Azərbaycan SSR rəhbərlik etdiyi dövrə aid deyil. Burada bir götürməliyik 3-ü. Çünki 20 yanvar hadisələrinə qiymət verəndə 1990-cı ildə əlbəttə ki, o SSR rəhbəri deyil idi. Bir daha burada yazıram. Rəhbəri olduğu dövr SSR-yə nə vaxtı? Azərbaycan SSR-yə 69-dan 82-yə qədər. Əlbəttə ki, 90-cı ildə o ola bilməz və Dünya Azərbaycanlıların birinci qurultayı da 2001-dir, onda artıq prezident idi, bu da aid deyil. Deməli, amma mədəniyyət xadimləri yubileyi keçirilirdimi? Bəli. Və hərbi məktəb, Cəmşid Naxçıvanski hərbi məktəb açılmışdımı? Bəli. 99-cu sual xronoloji ardıcıllıq sualıdır. İkinci Dünya müharibəsinin başlaması 1939, sonra Əhmədiyyə Cəbrayılov Fransanın azad olması uğrunda döyüşməsi, bundan ötürü müharibə başlamalıdır, Fransa işğal edilməlidir və müharibə bitənə qədər olmalıdır və dünya dövlətlərinin Alman faşizmlərinə qələbə qazanması, bu da 1945 və ona görə də elə bu ardıcıllıqla, 1-2-3 ardıcıllıqla yazılmalıdır. Və nəhayət uyğunluq sualına gəlirik. Azərbaycan Xalq Cümhuriyyətinə həsr edilmiş sualdır. Tiflis dövrü və Bakı dövrü. Deməli, bütün dünya dövlətləri tərəfindən müstəqillik tanınması. Bütün dünya dövlətləri Azərbaycanı AXC-ni tanımamışdı. 20-dən çox dövlət yadınızdadırsa tanıyıb. Əsgəran yaxınlığındakı döyüşdə qələbə qazanaraq Qarabağ üzərində hakimiyyət bərpa etmək bu Bakı dövrüdür. Bakı Dövlət Universiteti 1919 bu da Bakı dövrüdür. Və Milli Ordu zabitlərinin Gəncədə üsyanı bu AXC-dən sonradır. Bu mayda baş verib 1920-ci ildə. Bunun AXC-yə aidiyyəti yoxdur. Azərbaycan SSR-yə aiddir. Və Osmanlı ilə diplomatik əlaqələrin qurulması, bu da Tiflis dövrüdür. Ona görə də 1 olmalıdır Y,
2 də olmalıdır B və C. Belə əziz şagirdlər, bu dərsimizdə bitirdik. İnşallah ümid edirəm faydalandınız, faydalı olacaq sizin üçün də. Bu dərsimiz diqqətlə qulaq asın izahlara və artıq bir aydan biraz çox vaxtımız qalıb. Maksimum diqqət ayırmaqla təkrarlara yolumuza davam eləməliyik. Mübarizəmizi axıra qədər aparmalıyıq, həvəsdən düşmək olmaz. Unutmayın ki, bu bir sınaqdır. Bizim əsas nəticəmiz qəbula köklənib. Ona görə də əsas bizim hədəfimiz qəbulda yüksək nəticə yığıb Diyanəti qazanmaqdır. İnşallah növbəti sınaqda və sınaqlarda və qəbulda hər birinizə uğurlar arzu edirəm. Sağ olun, salamat qalın.